Elman Salmanov Fərmayıloğlu 1974-1996-cı il. Şəhid Elman Salmanov Fərmayıloğlu 1974-cü ilin aprelin 24-də Göyçə mahalı Şişqaya kəndində anadan olmuşdu. 1889-cu ilin dekabr ayında mənfur ermənilərin hücumuna məruz qalaraq Şəmkirin Dağçayır kəndində ailəsi ilə birlikdə məskunlaşırlar. Orada böyüyüb orta təhsilini başa vuran Elman Salmanov yenicə 18 yaşını tamam edir və 1992-ci ildə vətən azadlığı uğruna hərbi xidmətə yola düşür. Şəhid Elman qorxmaz cəsarəti ilə tanınır. Ailəsi və sevdikləri şəhidimiz haqqında hər zaman qürurla danışır. Qardaşı Elşən Salmanovla birlikdə eyni məqsədlə, yəni torpaqlarımızın azadlığı uğrunda mübarizəyə görə yola düşürlər. Elman Kəlbəcərdə, Suqovaşanda, Ağdərədə və ən sonda Tərtərin Talış kəndində hərbi xidmətdə olur. Elman eyni zamanda mina atan olur. Elman Salmanov qardaşından yaşca böyük olsa da, qardaşı Elşən hər zaman onun qayğısına qalıb. Qardaşı Elşən belə qeyd edir ki, Novruz bayramına görə məzuniyyəti bitdikdən sonra qardaşı üçün bayramdan ayırdığı payı vermək niyyəti ilə 28 mart günü Elman Salmanovu həmişə görüşdükləri yerə dəvət edir. Elşən saatlarca gözləsə də Elmanın gəlmədiyini görür və üst tutur Tərtərin Talış kəndinə, yəni qardaşının hərbi xidmət etdiyi yerə. Qardaşı ora çatdıqdan sonra Elman qardaşına çağırdığı yerdən xəbəri olmadığı üçün gəlmədiyini deyir. Daha sonra qardaşının gətirdiyi payı əsgər yoldaşları ilə bir yerdə nahar edirlər. Nahar etdikdən sonra Elman Salmanov qürurlu bir şəkildə qardaşı Elşəni yola salaraq onun üçün narahat olmamasını deyir. Çünki artıq müharibə bitmişdi. Hardan bilə bilərdi ki, bu onun son görüşdü. O qanlı gün 1996-cı il 30 mart. Elşəni həmin gün Elmanı da çağırmışıq. Kəndə düşək, birlikdə oturaq, yemək yeyək deyərək Elşəni özləri ilə aparırlar. Lakin qardaşını görməyən Elşən komandirin yanına üst tutur. Mənfur ermənilər məğlubiyyəti özlərinə sığışdırmayaraq gecə vaxtı Səngərə gedən yola mina yerləşdiriblər. Elman və 3 əsgər yoldaşı səhər saat 8 radələrində bu minaya düşərək şəhid olublar. 1996-cı ilin 31 mart günü Elman Salmanov Şəmkirin Şəhidlər Xiyabanında dəfn olunur. Şəhid Elman Salmanov 1-ci Qarabağ müharibəsində vətənin azadlığı uğrunda şəhid olur. Məkanı cənnət, ruhu şad olsun. Ondan geriyə qalan isə sadəcə sevdiyinə yazdığı şeir idi. Qurbanam bu yurda, doğma torpağa, çünki laləzardır başdan ayağa. Sevgilim, gedirəm mən Qarabağa, arxamca göz yaşı töküb ağlama. Hər zaman bir dərdim dönüb yüz olub, kədərim həm gecə, həm gündüz olub. Əvvəl yazdıqlarım sonra düz olub, tək mənim fikrimi çəkib ağlama. Dil deyə bilməyir ürək deyəni, eşqin məhəbbətin hökmünə bir bax. Mən sevə bilmirəm məni sevəni, mənim də sevdiyim sevməyir məni. Ölüncə unuda bilmərəm səni, qoy aləm bilsin, sevirəm səni. Müqəddəs əlimlə yazıram inan, həyatımdan artıq sevirəm səni. Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu xalqımızın böyüklüyüdür.